Ali şəhidi Əliyev Natiqin qardaşı Sıxavətkəs sakini. Bugün Mart ayının 12-sidir. Mən gəlmişəm bu kəndə. Bu kəndin Mart ayının 12-sində alınan vaxtın şahidlərindən biriyəm. Bu kənd 3 ay yarım erməni ordusu ilə döyüşür. 3 ay yarım döyüş eləyib. Kəndi erməni quldurlarına verməyib. Bu kəndin qoçaq oğlanlar olub. Hansı ki onların bir hissəsinin portretləri burada qoyulubdur. Bu kənd belə baxıram yaddaşlardan itib gedir. Bugünkü gün baxıram vəziyyətə burada heç kim görünmür. Mən xahiş edirəm bu Sıxavət kəndinin ziyalılarından, bunun o irəli gedən oğlanlarından, heç olmasa indiyənə qədər bir şey eləməyiblər, heç olmasa bu kəndin yerində salınmağının tərəfdarı olsunlar. Bu kənddə ağsaqqallar olub, sözü keçənlər olub, bu kəndin tarixi olub, bu kəndin qəşəng torpaqları olub, var olub, devlət olub, hörmət olub. Bugün bu kəndi ziyarət eləməmək mənimcə bir təhqirdir. Amma bu kənddən, bu kəndin tarixini danışmayanlar var. Bu kənd Mart ayının 12-si işğal olunan günü bu kənd tək başına erməni ordusu ilə döyüşür. Tək başına. Heç bir köməyə gəlməyən. Yəni görün nə qədər qəhrəman kəndi olur. 3 ay yarım bu kənd Ağdərə Xankəndi yolunu bağlayıb. Oradan bir dənə maşının keçməyinə imkan verməyib. Bir dənə maşınlar gəlib onların, Oğaz maşınları. Onları da Kərimin Güleyindən mən onu yaxşı xatirimdədir. Orada rəhmətli Bayramın pulemyotu onu vurdu, saldı Ağaronun evinin yanına. Yəni bu kəndin qoça oğlanları olub, kəndin vuruşan oğlanları olub, kəndin sayılan oğlanları olub. Bu kəndi heç vaxt unutmaq olmaz. Yenə Allah şəhidlərimizə rəhmət eləsin. Bu torpaqları aldı, verdi bizə. Biz bugün gəlib buranı ziyarət edirik. Burada heç olmasa bir təsəlli tapır. Yenə deyirəm, Allah şəhidlərimizə rəhmət eləsin. Mənim qardaşım da Sıxavət çıxandan sonra Natiq, Seymur, Ələmdarın portreti burada yoxdur, Nurun. Bunlar Sıxavət kəndi çıxandan sonra yəni bütün bu Azərbaycanın işğal olunan torpaqları uğrunda döyüşür. Bugün bunları qeyd etmək lazımdır. Bunlar da o vaxtı buradan çıxanda elə deyərdi, Sıxavəndim, kəndim yoxdur da. Mən daha döyüşə getmirəm. Amma Natiq son döyüşə qədər axırıncı gülləsini erməni əsirliyinə düşməməyə görə öz sinəsinə çakan oğlanlardan olur. Bəli. Bizim hamımızın ürəyimizdə Natiq milli qəhrəman kimi yaşayır. O millətin, cəmaatın, xalqın gözündə devlət tərəfindən təsdiq olunmuyor sana, amma bir qəhrəman kimi gedir. Bəli, bəli, hər kəs. Yəni erməniyə ağır zərbə yendirən öz pulemyotu ilə əsir düşməmək üçün sonuncu gülləsini özünə sıxan oğlanlardan olur. Nə qədər ermənini qanına qaltan eləyibdir. 4 il bu torpağın yolunda vuruşubdur. Yenə Allah hamısına rəhmət eləsin. Kəs cəmaatına da can sağlığı versin. Kəndimizi ziyarət eləsin. Allah razı olsun səndən. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin ruhu önündə baş əyirəm. Şəhid ailələrinə Allah səbr versin. Nifrətə çevrildi baxışlarınız. Qaldı şəkillərdə naxışlarınız. Güllərə qərb oldu baş daşlarınız. Namuslu, qeyrətli, nakam şəhidlər. Dünyanı heyrətə salan oldunuz. Azadlıq yolunda yanan oldunuz.
köçüb ürəklərdə qalan oldunuz. Unutmaq olarmı sizi, şəhidlər? Dəldi köksünüzü namət gülləsi. Döndü dilimizdə vətən nəğməsi.